Dostlar, xoş gördük sizləri. Bugün şirkətimizin 48 yaşı tamam olur. Bilirsiniz də 48 il demək bu şirkətin həqiqi mənada köklü bir şirkət olduğu deməkdir. Yəni bu rəqəm öz sözünü deyir də, bunu demək istəyirəm. Mən Forever Living şirkətinin meneceri Meyra xanımam. Şirkət artıq 48 ilini etdi. Bugün şirkətimizin 48 yaşı tamam olur. Bu doğrudan da insana qürur verir belə bir şirkətdə çalışmaq. Şirkətimiz Aloe Vera kampaniyasıdır. Daha çox Aloe Vera üzərindən çalışan bir şirkətdir. Həm də Forever şirkətinin marketingi insan həyatında inanılmaz bir dönüş edir. Onlardan biri də mənim Forever distribütörü olan qızım, Forever'da distribütör olan qızım Şəhla xanımdır. Şəhla xanım Forever'a gələndə çox sakin, çox utancaq və sizlə sosial mediadan gəlmişdi. Bu arada bunu da deyim. Ama unutmayın ki, sosial mediadan yazıb həyatınızda çox gözəl bir dönüş edə bilərsiniz. Şəhla xanımla çalışa bilərsiniz. Biz birlikdə çalışıb belə gözəl dönüş edə bilərik. Səskiyə görə üzr istəyirəm. Çünki şirkətdir, məcburuq, insanlar işləyirlər. Şəhla xanım da bir çoxlar kimi Forever'da həyatında dönüş edənlərdən biri oldu. Baxın dostlar, mən gənclərə səslənirəm ki, Şəhla xanıma yazsınlar. Biraz sonra videonu paylaşacağım. Şəhla xanımın nömrəsini qoyacağım. Şəhla xanıma yazsınlar. Gəlsinlər Şəhla xanımla birlikdə çalışaq. Təbii ki, Forever'da yaş fərqi yoxdur. Yaşlılar da yaza bilərlər. Mən yaşım 60'a yaxınlardır. Öz aramızda qalsın, heç kimə deməyim. Yaşlılar da çalışa bilərlər bizdən. Amma Şəhla xanımın həyatında bu dönüş edə bilməsi mənim üçün çox sevinci oldu da, çox sevinci oldu. Mənim dəvətimdən gəldi, işə başladı və bu arada bunu da nəzərinizə çatdırım ki, Şəhla xanım bugün, Şəhla xanım nə verə bilərsiniz? Bugün telefonum dəyişdi, bir S25 aldı. Bu demək deyil, dostlar. Bəlkə indi bəziləri oradan baxıb deyəcək, nə olsun ki, S25 ala bilərəm də məndə. Yox, bir insanın həyatda yıxılıb qalxması çox da asan deyil. Şəhla xanım həyatda yıxılmışdı, Allah, yəni bəzi şeylər var idi, insan hər şeyi danışmaq istəmir. Yenidən ayağa qalxdı, Forever'dan ayağa qalxdı. Əl-ələ deyirdik, biz irəliləyiş etməyə başladıq. O da özündə dəyişiklik gördü, qazancı görməyə başladı, telefonunu dəyişdi. Allah'ın indi şükürlər olsun. Yeni işimə, yeni həyatıma, dəyişimimə yeni telefonumla istəyirəm ki, çəkilişlərimin hamısını yeni telefonumla yeniləmişim, hamısını yeni telefonumla görürəm. Mənim üçün daha xoş olar. İlk qazanc, ilk necə deyim, maddiyyat, ilk şeydən telefon almam mənim üçün həyatda çox böyük bir mücizədir. Can, mən də sevinirəm, sənin adına həqiqi mənada sevinirəm dostlar. İnanıram ki, Şəhla xanım kimi həyatını dəyişmək çox insanlar var, dəyişmək istəyən, gözəlliyə sarı dəyişmək istəyən, özünü yetişdirmək istəyən, inkişaf etmək istəyən çox insanlar var. Bəlkə bir işiniz var, sizi maaşqane etmir. O zaman